Babasil əməliyyatından danışır. Kimlər olubsa, xahiş edirəm yorumlarda yazar. Çox çətin əməliyyatda adam ölümdən qayıdır. O əziyyətə dəymir. Yenə yaranır. Mən 8 ayda əməliyyat olmuşam. Hələ tam sağalmayıb, ölərəm, amma bir də o əməliyyatı etdirmərəm. Çox çətindir, çalışın etdirməyin. Gözəl insan, amma yenə də yaranıb. Görürsünüz, hələ bu əməliyyatın ağrısı, acısı bitmədən yenə yaranır. Niyə? Çünki bizim mədə-bağırsaq sistemimiz çalışmır. Bizim həyat tərzimiz düzgün deyil. Əgər babasil çölə çıxıbsa, betadindən istifadə edirsiniz. Əgər çat varsa, şamdan istifadə edirsiniz, çayçanı yağından istifadə edirsiniz, sağalırsınız. Mədə-bağırsaq sistemini də qaydasına salın ki, bir də bu baş verməsin. Yəni, əməliyyat həll etmir bunu. Gözəl insana, sizin həyat tərziniz yenə də əvvəlki kim olacaqsa, necə gəldi yeyib içəcəksinizsə, şirniyyatı, axçörək həyatınızdan çıxartmayacaqsınızsa, kalpasa, sasiska və s. belə şeylər həyatından çıxmayacaqsa, bu səndən qurtulan deyil. Sən bütövlükdə həyat tərzi dəyişməlisən. Yürüyüş eləməlisən. 1. Su yatmaq rejiminə riayət eləməlisən. Qidaları düzgün şəkildə yeməlisən. Hansı qidalar bir-birinə yollaşır, uyğunlaşır, yola gedir. Bax, onlara əməl eləməlisən. Bax, belə, mədə-bağırsaq sistemini bütövlükdə belə deyim, düzəldib yerinə qoymalısan. Qaraciyər yeniləməlisən, ödü yollarını təmizləməlisən, mədə-altı vəzi yeniləməlisən, bağırsaqların mikroflorasını bərpa eləməlisən. Getdim, mən əməliyyat oldum, bitdi, xeyr, olmayacaq, baxın.